Şumerlər kimdir? Məsələ belədir. Deməli, Şumer adında ümumiyyətlə tarixdə xalq olmayıb. Elmi ədəbiyyatda, yəni mövcud olmuş bizim eradan əvvəlki elmi ədəbiyyatda və ya ki, biz əsasən Yunan alimlərinə istinad edirik bu sahədə, bütün sahələrdə. Nə Yunan alimləri, nə İtalyan alimləri, Roma alimləri, eradan əvvəlki, nə Yahudi alimlərin heç birinin əsərlərində, nə Toratda, nə İncildə, nə Quranda Şumer adında söz yoxdur. Şumer sözü 1850-ci ildə 3 tədqiqatçı olub, yəni gil yazıları, siz dediyiniz mixi yazıların açılmasında iştirak edən 3 böyük alim olub. Rawlinson İngiltərə alimi, Oppert fransızdır, bir də Hinks. Bu Oppertin irəli sürdüyü təklifdir. O zamana kimin hamı deyirdi ki, mixi yazılar mütləq Yahudi yazılarıdır. Hamı da inanırdı ki, bu yazılar mütləq deyək ki, Yahudilərə məxsus olmalıdır. Və Yahudi dilində, Semit dillərinin birində olmalıdır. Və buna çox böyük, necə deyirlər, can atırdı bütün dünya alimləri ki, bu Yahudi dili olmalıdır. O zaman orada Babilanda Yahudilər də yaşayırdılar. Amma Oppert ilk dəfə çıxışında sübut elədi ki, bu dil qətiyyən Yahudi dilinə oxşamır. Heç bir Semit dilinə oxşamır. Çünki burada çoxlu sait səsləri işlədilir. Yahudi dilində adətən Yegipet yazılarında kimin orada sait səsləri işlədilmir. Ərəb dilindəki kimin. Bir neçə saiti verə bilirlər, qalanın özün quraşdırmalısan. Amma mixi yazılarda saitlər qoşa-qoşa gedir. Ayı 2 dəfə rast gəlmək olur, aya 3 dəfə rast gəlmək olur, elə sözlər var ki. Hamısı sözlər, sait səsləri var orada. Ümumiyyətlə, həm dilinə söhbət işarədən gedir də, yəni tələffüzdən yox. Mətndən gedir. Artıq onlar işarələri açmışdılar. Bəli. Siz dediniz kimin 650 işarə var. Həmin işarələrin müəyyən hissəsini açmışlar və bir neçə hər üçü ayrı-ayrılıqda mətnləri də açmışlar, mətnləri. Belə olmuşdu. İşarələri açandan sonra İngiltərə Elmlər Akademiyası bunların hər üçünə yazı təklif edir. Siz ayrı-ayrılıqda bunları açın, gətirin. Eyni mövzunu verir, deyir ki, bunu açın, gətirin. Ayrı-ayrılıqda deyək, bir aydan sonra yığışırlar bir yer, görürlər ki, doğrudan da böyük möcüzədir. Hər üçünün açdığı, mətnin açdığı şey, sözlərin mövzu, deyilişi, mövzu, anlayış tamamilə üst-üstə düşməsə də çox yaxındır. Bu mənada onlara inandılar ki, bu doğrudan da düz açılıb. Və ona görə sonra dedilər ki, yox, bunlar, ya bu dil, onlar özləri deyirlər ki, bu dil çox oxşur türk dilinə, Turan dillərinə, türk dillərinə, Mongol, Mancur dillərinə, Hungar dilinə, yəni Macar dilinə çox oxşur. Macar demək, Hungariya deyək, Hungariya, çünki Macar dili qətiyyən bizim dilə aid deyil. Amma bu dili bilmədiklərindənmi, yoxsa hansı səbəbdənsə sonra bundan əl çəkdilər bu fikirdən ki, bu türk dili deyil. Hətta Rawlinson Skif dili adlandırırdı bu dili. Skiflər də deyirdi ki, bu gəlmə türklərin dilidir. Bu mənada Oppertin sonradan ki çıxışı bir dənə güya belə bir yazı oxumuşdu ki, Şumer və onun çarları, yaxud hökmdarları belə bir əsər oxumuşdu və Şumer sözü oradan gəldi, oradan qaldı. Əslində, indi İncildə bir Şungar sözü var, yer adıdır, Şungar. Çalışırlar bütün Yahudi alimlər ki, Şumeri Şungarla bağlasınlar. Amma Şumer adında xalq olmayıb. Mənim açdığım yeni yazılar sübut edir ki, onlar türk olublar, türk dilində danışıblar, özlərində türk adlandırırlar, türk. Sadəcə olaraq ona görə yazırlar ki, türk yazırlar ki, hecalı yazı imkan vermirdi türk sözü yazma. Türkçə sadəcə olaraq hecə yaratmamışlar. Türk, 2 hecə yaratmışlar və türk adı da gedirdi. Onlar özlərini türk adlandırırlar.